Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bu tək ilməklərdən əmələ gələn bir naxışdır. Tək yığırıq ilməkləri. Sapımdakı 100 qramlıq 350 metrlik sapdır. Rezinka hissəsində bir tərs bir düz toxumuşam. Kimin ürəyi necə istəyir, o cür də toxuya bilər rezinka hissəsini. Bu naxışdan da ki sizə göstərmək istədim belə. Çox asan toxunan naxışdır. Koftaya, jiletə, jaketə, sviterə, nəyə istəsəz toxuya bilərsiniz bu naxışı. Bunun üçün indi qısa formada yığacağım. Milimin üstünə belə bir sap götürürəm. İki, üç, dört, beş, altı, yedi, sekiz, dokuz, 10, 11, 12, 13, 14, 15, 16 ilmek toxuyuram. Bu artıq sapı da kəsirəm buradan. İndi mən burada rezinka toxuyan deyiləm. 2 sıra tərs toxuyacağım. Bir sıra düz üzdən, bir sıra da tərs üzdən. Bu birinci ilməyi də toxuyuram, birinci sıra olduğuna görə. Qalan ilməkləri tərs toxuyuram. Axırıncını da tərs toxudum. İndi tərs üzdən də bütün ilməkləri tərs toxuyuram. İndi düz üzdən birinci ilməni götürürəm buradan. Toxumuram. Bu ilmələri bir ilməkdən 2 ilmək çıxardıram. Belə. Kənarı da yenə tərs toxudum.
İndi buradan tərs üzdən bu birinci ilməni də toxuyuram. Bu ilməkləri açanda uzun olacaq ona görə. Buradan bunları açıram bir-bir. Kənarda yenə tərs toxudum. İndi bura düz üzdür. Düz üzdən bütün ilməkləri hamısını tərs toxuyuram. Kənarı götürdüm. Qalan ilməkləri hamısını tərs toxuyuram. Tərs üzdən də yenə bütün ilməkləri tərs toxuyuram. Belə bir naxışa alınır. İndi bu üzdən yenə təzədən bir ilməkdən 2 ilmək çıxardırıq axıra qədər. Arxa tərəfdən də açırıq. Eyni şeyi təkrarlayırıq. Birinci sıradan necə eləmişdiksə, buradan da elə o formada toxuyuruq. Bu formada belə bir naxışa alınır. Belə. Əgər bəyəndinizsə, abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Gələn videomda görüşənə qədər.